Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Bugün yenə sizlərə çox möhtəşəm resept təqdim edirəm. Həm dadıyla, həm görüntüsü ilə yeyən hər kəsi özünə valeh edəcək çox ləzzətli tort hazırlayırıq. Əsl yay aylarında hazırlayıb, soyucuda saxlayıb sərin-sərin yeyəcəyiniz çox möhtəşəm bir tortdur. Uşaqlar bunu çox sevəcək, qonaqlarınız çox bəyənəcək. Keçək hazırlanma qaydasına. Qaba 4 ədəd yumurta, 1 stəkan şəkər tozu və 1 paket şəkərli vanil əlavə edib mikserlə ağarıb qatlaşana qədər çalıram. Siz isə bu məqamda mənə dəstək olmaq üçün əməyə dəyər verərək videomu bəyənməyi, yaxınlarınızla bölüşməyi və abunə deyilsinizsə abunə olmağı unutmayın. Üzərinə 1 dolu stəkan süd və yarım stəkan duru yağ əlavə edib yenidən 1 dəqiqə kimi mikserlə qarışdırıram. Daha sonra 2 stəkan ələnmiş unu, 2 dolu xörək qaşığı kakaonu və 1 paket qabartma tozunu əlavə edib mikserlə bir neçə saniyə qarışdırıram. Çox qarışdırmağa ehtiyac yoxdur. Biraz qarışdırıb mikseri kənara qoyuram və silikon qaşıqla kənar hissələrini sıyırıb hazırlayıram. Hazırladığım xəmiri soba listinə boşaldıram və bişməyə göndərirəm. Hər tərəfi bərabər qabarsın deyə silikon qaşıqla bu şəkildə bərabər hər tərəfinə yayıram. Bu arada soba listini də yağlamaq lazımdır və sobanı öncədən isitmişəm 180 dərəcəyə. Təxminən 15 dəqiqə ərzində bişib hazır olur. Qab geniş olduğuna görə çox tez bişir, ona görə də çox bişirib qurutmayın. İlk istisi çıxdıqdan sonra otaq temperaturunda olan 1 stəkan yarım südü bura bərabər şəkildə əlavə edirəm. Əlavə etmədən öncə gördüyünüz kimi çubuqla deşiklər açdım ki, içərisinə tam keçsin və keksimiz tam nəmlənsin. Bu arada şokoladlı glazuru hazırlayıram. Qaba kakao, şəkər tozu və süd əlavə edib qarışdıraraq ocağın üzərində bişməyə qoyuram. İlk dəfə hazırladığım bu şokoladlı glazura mən un və ya nişasta istifadə etmədim, amma buna baxmayaraq çox gözəl dondu və çox ləzzətli oldu. Bundan sonra hər zaman bu reseptdən istifadə edəcəm. Daha sonra ocaqdan götürürəm və isti-isti içərisinə təxminən 25-30 qram kərə yağı əlavə edib qarışdıraraq soyuduram. Soyduqdan sonra isə qaba əlavə edirəm və sizə göstərirəm necə olub. Bu şəkildə oldu. Çox ləzzətli idi. Hələlik bir kənara qoyuram və nəmi özünə tam çəkmiş keksin üzərinə əvvəlcədən hazırladığım kremdən əlavə edirəm. Mən qaymaqlı kremdən istifadə etdim, amma bu reseptdə krem şantidən də istifadə edə bilərsiniz. Hər ikisinin hazırlama qaydasını videonun açıqlama hissəsində qeyd edəcəm. Təxminən 1 stəkan yarım qaymağa 3 xörək qaşığı qatlaşdırılmış süd əlavə edib çalıram. Beləliklə dondurma dadında çox ləzzətli krem olur. Şanti ilə də əvəz etmək olar. Əslində bəzi reseptlərdə şantidən istifadə olunur. Üzərini hamarlayıram və hazırladığım soyumuş olan şokoladlı glazuru bura əlavə edib bərabər şəkildə hər tərəfinə səliqə ilə yayıram. Hər tərəfinə yayıram və soyuducuya dincəlməyə qoyuram. Dincəldikdən sonra isə çıxarıb keksi dilimlərə ayırıram. Çox bol, bərəkətli və çox ləzzətli bir tort oldu. Siz buna şirniyyat və ya desert də deyə bilərsiniz. Əsas odur ki, dadı möhtəşəm oldu. Gördüyünüz kimi kəsirəm və üzərinə biraz kakos qırıntıları səpdim. İstəsəniz üzərinə meyvələrdən qoya bilərsiniz. Çiyələk, vişnə və yaxud da sevdiyiniz hər hansı meyvədən qoyub servis edə bilərsiniz. Elə də çox gözəl olar. Sadəcə mənim əlimdə hazır meyvə yox idi, ona görə istifadə etmədim. Gördüyünüz kimi artıq hazırdır. Hazırlayıb mənimlə nəticələri bölüşməyi və fikirlərinizi rəy bölməsində yazmağı unutmayın.